Bizim digər canlılardan ən böyük fərqliyimiz odur ki, biz özümüzü aldada bilirik. Heyvanlarda bu cür deyil. Bir canlını yemək istəyirsə, acılığı varsa o hücum edir. Qorxursa bu qaçır. Biz qorxumuzu dəyər kimi təqdim eləyə bilərik. Zəifliyimizi hörmət kimi təqdim eləyə bilərik. Bir nəticə əldə etmək istəyirsənsə, psixologiyada buna kör nöqtələr deyirlər. Öz kör nöqtələrini birinci görməlisən və onu o düyünləri açmalısan. Nə qədər o düyünlər açacaqsansa, bir o qədər ailə problemlərinin həll olunacaq. Bir o qədər insanlarla ünsiyyət problemlərinin həll olunacaq. Karyeranda problemlərin həll olunacaq. Özünü daha xoşbəxt hiss eləyəcəksən. Səhvlərin az olacaq. Bu balaca bir sadə bir şey deyil də. Yəni sən real bir həyatda yaşamağın dadını çıxarmaq istəyirsənsə, birinci həll elədiyin məsələlər budur. Bunu həll eləyəndən sonra sənin davranışın avtomatik dəyişəcək. Sənin hərəkətlərin kökündən dəyişəcək. Hisslərin də dəyişəcək. Bizim üzləşmə kitabı əslində bununla bağlıdır. Üzləşmə insanın öz düşüncələri, hissləri ilə üzləşmədir. İnsan məna axtarışında adlı suallara daha ətraflı cavab tapmaq istəyirsinizsə, ikinci üzləşmə forumunda iştirak edə bilərsiniz. İkinci üzləşmə forumu 26 aprel Avropa-Azərbaycan məktəbində keçiriləcək. Biletləri iTicket.az saytından əldə edə bilərsiniz. Endirim üçün şərhlərə promokod yazmağı unutmayın.